Botoks bir gecəsi bir 10 ay yalnız bir il keçibdi. İndi prosta mən biraz narahat edir, 5 gün başqa belə bir şey istəmirəm. Mən fikrim deyirəm, siz də öz fikrinizi bildirirsiniz, nəsə lazımdırsa. Tamam. Bəs sentyabrda siz 5 nöqtə eləmişsiniz. Məmnun qaldınız? Hə, çox xoşum gəldi. Yaxşı, xoşunuza gəldi. Mən yenə deyirəm, o sizin seçiminizdir. Amma sizdə biraz üzünüzdə düşmə var. Yəni bu hissədən yana artıq sizdə boyun əmələ gətirir. Yəni brulyası olan xanımlar bilirlər ki, hər zaman onlara deyirəm ki, mümkün deyil də artıq bunu dartmaq. Nə qədər sizdə çox üzünüz düşmür, bunun üstünə vaxtında düşün. Mən sizə məsləhət görərdim yanaq dolğusu. Niyə? Çünki yanaqlarınızı buradan qaldırsam, bu hissəniz yenidən qayıdacaq öz yerinə. Yanağınızı qaldırmalısınız, azacıq da gicgahlarınızı qaldırmalısınız, gicgahınızda da düşmə var. Bugün 5 nöqtəyə gəlmişsinizsə elin, amma nə vaxtsa düşünün ki, sizə 3 qram dolğu lazımdır. Bunda belə deyim də, mini full face eləmək lazımdır və onun içində istəsəniz bizdə aksiya dolanı eləyərsiniz. 540 manat 3 qram dolğu full botoks da sizə hədiyyə. Bir dənə siz iki qaşınızı belə çatın. Burada var. Qaldırın, gülün. Tamam, nə vaxtsa hazır olsanız bunu eləyin, sizə bu lazımdır, vacib lazımdır. Bir də məndə yarılınq olubdu bura. Onun vaxtı yadımdan çıxıbdı, neçə 2-3 ay, bilmirəm də təqribidən yadımdan çıxıbdı. Prosta o şeydən sonra da burada belə yağma kimi belə şey görürəm. Yəni mən olsaydım, mən heç vaxt sizin ağzınızın ətrafına ilk dolğu doldurmazdım. Çünki sizin yanağınız onsuz da düşüb. Bunu da doldurub ağırlaşdırıb lap gətiriblər bura. Mən bura vurduğum dolğunu vurardım bura. Bura vuranda həm bu qalxır, həm də bura açılır. Amma bu hər üzdə olmur da. Baxır hansı üzdə. Məsələn, o sizin üzünüzdə daha yaxşı rezultat verərdi. Çəm indiki halınız. Bu mənə xoşum gəlmir. Mənim də gəlmir. Şeydən sonra oldu, əvvəldə yarılınq dolğudan sonra o mən görürəm. Siz danışanda xoşuma gəlmir. Belə qırışır. Əvvəl belə deyildi. Var, xət var idi, yəni yenməmişdi aşağı. İz var idi. Bir də burada sonra bəndə burada ətlidir də bu heç. Amma belə bir siz elə bir şok kimi belə neysə belə elə bir ki belə şiş kimi burada qaldı, yenib aşağı. Yemir. Ona görə sizə gicgah dolğusu dedim ki, gicgahınızı eləsən bura biraz qalxacaqdır. Gözünüzün də üstü ətlidir. O lifting olacaq. Yəni bunu elətdirin, sizə lazımdır.